Bugün sizinle birlikte bizim dilde desək qabaq xitəbi, yəni boranı qutabı hazırlayırıq. Yuduğumuz boranını doğrayıb üzərinə biraz su əlavə edib bişiririk və daha sonra soyması üçün kənara qoyuruq. Bu arada xəmiri üçün duz və undan sadə bir xəmir yoğururuq. Soymuş boranını qabığından qaşıqla ayırıb üzərinə qovrulmuş soğan, duz, şəkər tozu və qara isot əlavə edirik. Varınızdırsa xırdalanmış qoz da əlavə edə bilərsiniz. Daha sonra xəmirimizdən kündələr hazırlayıb kənara yığırıq. Üzərinin də qabıq tutmaması üçün üzərini örtüb kənarda saxlayırıq. Daha sonra xəmirimizi yayırıq. Yayılmış xəmirə ikiliyimizi doldururuq və kənarlarını bağlayıb vamxodda bişiririk. Uşaqlıqdan ən böyük xəyalım olan qutabları əllə çevirməyi artıq mən də bacardığım üçün əlimlə çevirib yağlayıram. İçlik az olduğu üçün İtalyanların mozzarellasından heç bir əksiyi olmayan şorlu içlik hazırlayıram və qalan qutabları da şorlu edirəm. Bu da qutablarımızın son halı. Sağ olun, özünüzə yaxşı baxın.